Salam, əziz və hörmətli televiziya tamaşaçıları. Din və Cəmiyyət verilişinin növbəti buraxılışını izləyirsiniz. Bugünkü proqramımızda səmimiyyət və yaxud ixlas mövzusunda bir sıra maraqlı mövzuları müzakirə edəcəyik. İxlas, İslam dinində ən ali məqamlardan, əxlaqi fəzilətlərdən hesab edilir. Bu haqda daha ətraflı müzakirələri biraz sonra davam etdirəcəyik. İndi isə sizi Quran ayələri rubrikasını izləməyə və dinləməyə dəvət edirəm. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Fasbir li hukmi rabbika və la tekun kasahibil huti iz nada və huve mekrum. Lawla an tadarakehu ni'metun min rabbihi lenubidha bil'ara'i ve huve mezmum. Fectebahu rabbuhu fec'alehu mine's-salihin. وَإِنْ يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ صَدَقَ اللّٰهُ الْعَلِيُّ الْعَظِيمُ. Sən Rəbbinin hökmünə səbr et və balıq sahibi Yunus Peyğəmbər kimi olma. Bir zaman o, balığın qarnında dərdli-dərdli Rəbbinə səslənmişdi. Əgər Rəbbindən ona bir nemət yetişməsəydi, o qınanmış halda qupquru bir yerə atılacaqdı. Lakin Rəbbi onu seçdi və salihlərdən etdi. Həqiqətən kafirlər zikri, Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar, gözə gətirələr. Onlar, o divanədir deyərlər. Halbuki o, Quran, aləmlər üçün yalnız bir öyüddür. Əziz tamaşaçılar, proqramımızın bugünkü qonağı İçəri şəhər İmam Əli məscidinin imamı, ilahiyyatçı Mirzəli Ağa Mirzəzadədir. Xoş gördük Mirzəli bəy, sizi salamlayırıq. Bugünkü mövzumuz mühüm, aktual, həmişə inancları maraqlandıran, narahat edən mövzulardan birinə həsr edilib. İxlas, səmimiyyət. Qeyd edə bilərik ki, bəlkə də ixlas, səmimiyyət İslam dində ən ali, ən yüksək məqamlardan, dəyərlərdən, mənzillərdən biri hesab edilir. Amma istərdim ilk əvvəl mövzunu daha ətraflı, daha geniş şəkildə dərk etmək üçün sözün etimoloji təhlili, lüğəti və islahi mənası haqqında bir sıra məsələləri müzakirə edək. Mirzəli bəy, ixlas nədir? Mən də öz növbümdə sizə təşəkkür edirəm dəvət etdiyiniz üçün. İxlas xaləsə kökündən olub, saf, təmiz və ya başqa ifadəndə isə aid etmək mənalarını verir. Amma terminoloji mənası isə ixlas kəlməsi formasında bir fərdin etdiyi əməlləri bütün mənəvi nöqsanlardan təmizləyib, yalnız və yalnız Allah üçün etməyə deyilir. İxlas Qur'an-ı Kərimdə 31 dəfə istifadə olunub, amma maraqlıdır ki, Qur'an-ı Kərimdə ixlas formasına keçməyib heç. İxlas sözü. Amma ixlas kökündən olan xələsə formasında, ixlisu və yaxud da ki, muxlisin, muxlasun müxtəlif formalarda istifadə olunub. Və eyni zamanda ixlas mənasını bildirən başqa sinonim sözlərdən də Allah Teala Qur'an-ı Kərimdə istifadə olunub.
Sizin qeyd elədiniz ki, bəlkə də İslam dininin ən əsas belə dəyərlərindən biridir, ali məqamlarından biridir. Həqiqətən də ixlas İslamın əsas ümdə belə deyək də mənzillərindən biridir. Həzrət Peyğəmbərdən bir hədisimiz var, buyurur ki, "Gayetü'd-din el-ixlas." Dinin ən son hədəfi, ən son məqsədi insanlara ixlaslı qərar verməkdir. Əgər bir insanın, bir fərdin ixlası olmasa, onun dindarlığı və dinin adına etdiyi əməllər sual altına gedir. Əziz Allahımız Qurani Kərimdə buyurur ki, "Vəxlisu dinəhum." Dininizi ixlaslı edin lillahi rabbil alamin. Aləmlərin Rəbbi olan Allah üçün. Əgər biz ixlaslı olmaq istəyiriksə, öz sadə dilimizdə desək, saf və təmiz şəkildə özümüzü və etdiyimiz əməllərimizi Allah qatına çatdırmalıyıq. Təşəkkür edirəm Mirzəli bəy. Mühüm məsələni qeyd edəcəksiniz. Sözün etimoloji təhlili ilə bağlı bu bizim dilimizə də keçmiş bir kəlmədir, ərəb dilindən keçmiş bir mənadır. Saf, səmimi, bütün nöqsanlardan, qüsurlardan, mənfi niyyətlərdən təmizlənmiş bir mənası izah edir ki, ona görə bu İslam dinində yüksək məqamlardan biri hesab edilir və Qurani Kərimdə də qeyd etdiniz ki, 30-dan çox yerdə bu kəlmə müxtəlif formalarda qeyd olunur və ola bilər bəzi yerlərdə mənaları dəyişsin, amma əsas məqsəd paklıq, təmizlik, saflıq mənalarını qeyd etməkdir ki, məsələn, elə Zümər surəsində də qeyd olunur ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا deyir, əmr olundu ki, Allaha ibadət edəsiniz, muxlisinə ləhuddin. O şəkildə ki, dininizi, inancınızı, ona qarşı olan etiqadınızı tam səmimi eləyəsiniz, ixlaslı eləyəsiniz. Ümumiyyətlə, ixlaslı insanların xüsusiyyətləri haqqında istərdim, Mirzəli bəy danışardınız. İxlaslı insanlar nə cür olmalıdır? Onların xüsusiyyətləri, onların rəftarları nə cür təzahür edir? İxlas, buradan başlayaq da icazə versəydiniz. İxlas bizim aramızda əsasən biz dinlərlərin arasında dini bir ritual kimi daha çox məşhurlaşıb. Amma Qurani Kərim və hədisləri nəzər saldığımız zaman görürük ki, bu əslində dini bir ritualdan daha çox bir yaşam fəlsəfəsidir, əbədiyyət fəlsəfəsidir. Dini və fəlsəfi aspektdən bu mövzuya yanaşdığımız zaman görürük ki, Allah Teala buyurur, əgər sən əbədiyyət istəyirsənsə, o bizdə məşhur olan dirilik suyu axtarırsansa, o zaman bu ixlas çeşməsindən dadmalısan, onun suyundan dadmalısan. Əgər bunu dadmasan, sən əbədiyyətə qovuşa bilməyəcəksən. Həyatın belə demək mümkünsə cəhənnəmə çevriləcək sözün həqiqi mənasında. Əziz Allahımız Qurani Kərimdə Həzrət Musa əleyhissalam bizə təqdim eləyəndə ki, əzəmətli peyğəmbərlərdən biridir. Həzrət Musanı digər peyğəmbərlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri budur ki, Allah Teala onun ilk əmri Firona qarşı çıxmağıdır. Digər peyğəmbərlər əmr edir ki, qohumlarından başlayaq onları islah eləginən, öz tayfanı islah eləginən. Amma Həzrət Musa əleyhissalam ilk əmri budur ki, get Firondan mübarizə aparginən. O zalim və tuğyan edən bir hökmdardır. Onunla mübarizə aparginən. Həzrət Musa əleyhissalamın əlində bir çomağından əsasından başqa bir şey yoxdur. Allah deyir ki, get ginən bundan elə, Fironla mübarizə aparginən. Maraqlıdır, Allah Teala Həzrət Musanın bu əzəmətini, bu şücaətini bizlərə təqdim etməmişdən öncə Həzrət Peyğəmbərə buyurur ki, وَذْكُرْ فِي الْكِتَابِ Musa. Həzrət Musanı öz kitabında, Qurani Kərimdə xatırla və insanlara xatırlat. Hansı xüsusiyyətini? İnnehu kana muxlasan. O həqiqətən də çox saf və təmiz bir insan idi. Saf bir bəndə idi. Əgər biz də Həzrət Musa əleyhissalam kimi istəyiriksə Allaha güvənimiz tam olsun və yaşayışımız gözəl olsun ki, dünya həyatında olan o alovlara, cəhənnəm alovlarına və eyni zamanda zülm eləyən insanların qarşısında məyus olmayaq, Allaha tam güvənə bilək, ixlasımıza diqqət etməliyik. İxlaslı olsa o zaman insanlarla münasibətimiz də daha gözəl olacaq, gözəlləşəcək, özümüz də rahat olacaq, ətrafımızda olan insanlar da rahat olacaq. Həzrət Peyğəmbərin nisbət verilən hədislərin birində Əziz Peyğəmbərimiz buyurur ki, hər kim ibadətlərini xalis bir şəkildə Allah dərgahına qaldırarsa, ucaldarsa, Allah ona məsləhətindən artığını verər. Ən məsləhətli şey nədirsə, mənə onu əta eləyər, mənə onu nəsib eləyər. Allah Teala Qurani Kərim və eyni zamanda hədis kontekstinə baxdığımız zaman ixlas mövzusuna din adını etdiyimiz əməllərimizin qəbul olması üçün Allah Teala 2 dənə şərt qoyur. Birincisi budur ki, əgər bu 2 şərt olmasa, bizim heç bir ibadətimiz, itaatimiz və xidmətimiz Allah dərgahına qəbul olmayacaq. Bu şərtlərdən birincisi qurbətən ilallahdır. Niyyət və hədəfimiz olmalıdır. Bu işin icrası zamanına aiddir. İkinci şərtimiz isə, bu birinci şərtdən doğan və ondan əmələ gələn, belə deyək mümkündürsə, ikinci şərtimiz budur ki, ixlas. Qurbətən ilallah hədəfini, məqsədini saf və təmiz bir şəkildə ömrümüzün sonuna qədər qoruyub Allaha çatdırmalıyıq. Əgər bu 2 dənə işimizi icra eləyə bilsək, ömrümüzün sonuna qədər,
qurbətən ilallah niyyətimizi və eyni zamanda bu qurbət niyyətimizi, Allaha yaxınlaşmaq niyyətimizi ixlaslı bir formada qoruyub Allaha çatdıra bilsək, Allah bizi həm dünyada əziz eləyəcək, həm axirətdə əziz eləyəcək. Həzrət İbrahim əleyhissalam buyurur ki, İlahi, innə salati və nusuki və məhyaya və məmati lillahi rabbil aləmin. İlah, mənim namazımda, mənim həccimdə, mənim yaşayışımda, mənim ölümüm də yalnız və yalnız sənə məxsusdur. Həzrət İbrahim əleyhissalam bu xüsusiyyətinə görə, yalnız və yalnız Allah üçün etdiyinə görə, ixlaslı olduğuna görə Allah Teala dünya odunu da Həzrət İbrahimə haram elədi, axirət odunu haram elədi. Nəmrud Həzrət İbrahim əleyhissalam oda atmaq istəyəndə Allah buyurdu ki, ya nər kunu bardan və salamun alə İbrahim. Ey alov, Həzrət İbrahim üçün bir gülüstana çevrilginən. Həmin alovun Həzrət İbrahim üçün gülüstana çevrilməsinin səbəbi onun ixlaslı olması idi. Əgər bu dünyada alov bizə haram olursa, demək ki, axirətdə də həmin alov, cəhənnəm alovu bizlərə haram olacaq. Və eyni zamanda bu alov burada bir növ təmsil mənasında ola bilər. Yəni, dünyanın o sıxıntıları, çətinlikləri bizə haram olacaq. Çünki biz Allaha güvənmişik, onunla bir yerdə yaşayırıq. Etdiyimiz əməlimizi və ömrümüzü Allaha sərf etmişik. Amma ixlaslı insanların xüsusiyyətləri nələrdir? Bəli. Bunun hansı formada biz icra eləyə bilərik? İxlaslı insanların xüsusiyyətləri budur ki, birinci, pis əxlaqlardan uzaq olurlar, günahlardan çəkinirlər və Allahın əmrlərini icra etməkdə daha çox təşviq göstərirlər, daha çox say göstərirlər. Mən hardan bilərəm, məsələn, belə bir sual qoyaq ki, mənim etdiyim əməl ixlaslıdır yoxsa yox? Mənim qarşımda bir iş görən, bir əməl edən əzizimizin etdiyi əməllər ixlaslıdır yoxsa yox? Onun ən gözəl yolu bundan ibarətdir ki, bax gör onun gizlində və aşkarda etdiyi əməllər arasında fərq olur yoxsa yox. Məsələn, bir əzizimiz namaz qılırdı və yaxud da ki, hər hansısa bir insanlara xidmətlə məşğul idi, ictimai işlə məşğuldur. Bu işi gördüyü zaman, bunu təriflənən zaman, təriflər deyilən zaman, o işdə hər hansısa bir halında dəyişiklik olur yoxsa yox. Əgər halında bir dəyişiklik olursa, demək ki, onun ixlasında biraz problem var, ehtiyatlı olmalıdır. Amma əgər onun halında hər hansı bir dəyişiklik olmursa, istər həmin şəxsi əzimizi tənqid etsinlər və ya tərif eləsinlər, hər hansı bir dəyişiklik olmursa, o deməkdir ki, bu ixlasında, belə demək mümkünsə, ən ali zirvələri fəth etmək uğrunda çalışır artıq. Buna görə ixlaslı olduğumuzu və eyni zamanda insanların ixlaslı olduğunu bilməyimizin yollarından biri budur ki, onları görməliyik, hallarını dəyişikliyi yoxsa yox. Mən etdiyim əməllər yalnız Allah üçün edirəmsə, o zaman insanlar məni qınadığı zamanda və ya təriflədiyi zaman da məndə hər hansısa bir mənəvi hal dəyişikliyi olmayacaq. Belə demək mümkünsə, hər hansısa bir motivasiya düşkünlüyü olmayacaq. Niyə? Çünki mənim motivasiya vericim yalnız Allahdır. Mən özümü Allaha görə göstərmək istəyirdim. Təşəkkür edirəm Mirzəli bəy. Çox mühüm və maraqlı məsələləri qeyd edirsiniz ixlasla bağlı. Ümumiyyətlə qeyd edə bilərik ki, ixlas İslam dininin, hətta digər dinlərində, hətta Yahudilik, Xristianlıq təməl prinsiplərindən biridir. Çünki insanın daxili aləmi ilə, onun mənəviyyatı ilə, düşüncələri ilə, etiqadı ilə, davranışları ilə birbaşa bağlı olan bir məsələdir. Necə ki, Məhəmməd Peyğəmbər bir hədisində qeyd edir ki, Allah sizin zahiri görkəminizə və yaxud da mal mülkünüzə baxmaz. Allah sizin qəlblərinizə və saf niyyətlərinizə, digər bir hədisdə sizin qəlblərinizə və əməllərinizə baxar. Burada aydın olur ki, bu hədisdən əgər çıxış etsək, aydın olur ki, əsas görülən işlərin çoxluğu deyil, əsas insanın zahiri görkəmi deyil, əsas onun qəlbinin paklığı, təmizliyi və niyyətlərinin saf olmalıdır. Hətta bəzi arif filosoflar qeyd edir ki, ixlaslı az əməl riya ilə dolu olan çox əməldən qat-qat üstündür. Bu mənada siz nə deyə bilərsiniz? Mən də Quran-ı Kərimdən gözəl bir ayə xatırladım. Ayə məzmunu buna ibarətdir ki, sizin Allah Teala qiyamətin günündə sözlərinizə yox, qəlbinizin kəsb etdiyinə baxacaq. Bəli. Əgər mənim qəlbimdə Allah varsa, yalnız Allah eşqi varsa və əməllərimi yalnız Allah üçün edirəmsə, bu onun göstəricisi mən şəxsiyyətli bir insanım. Bu aspektdən ixlasın antonimi, qarşılığı riyadır da. Riyakar insan, yəni öz etdiyi əməlləri insanlar göstərmək üçün edən insan bir növ şəxsiyyətində nöqsan var. Nə mənada? Mən edirəm bu işi ki, məni tərifləsinlər. Mən öz şəxsiyyətimi həmin tərifdə görürəm. Başqasında axtarıram. Amma ixlaslı insanın şəxsiyyəti o qədər uca və alidir ki, deyir ki, məni
tərifləmək yalnız Allaha məxsusdur. Əgər mənə Allah tərifləyərsə, bu mənə qane olar. Çünki o şəxsiyyətin ən alisidir, belə demək mümkündürsə. Ən ali varlıq məni tərifləyirsə, insanların məni tərifləməsinə ehtiyac yoxdur. Mən özümü onu göstərsəm kifayət eləyər. Həzrət Peyğəmbərimizdən bir hədis var, buyurur ki, Qalbul mümin haramullah və ya ərşur rəhman mənasında hədislərimiz var. Həzrət Peyğəmbər buyurur ki, bir müminin qəlbi Rəhman olan Allahın ərshidir. Və yaxud da ki, başqa bir hədisdə qeyd edilir ki, müminin qəlbi Allahın hərəmidir. Əziz Allahımız heç bir yerə o nuru yerləşdirə bilmir, yalnız müminin qəlbinə yerləşdirə bilir. Əgər biz insanlar, biz fərd olaraq hər birimiz ixlaslı olsaq və yavaş-yavaş cəmiyyətimiz də ixlaslı olsa, o zaman bu deməkdir ki, biz hər birimiz yer üzərində Allahın xəlifəsi olmaq məqamına layiq oluruq. O zaman həmin fərdin hörmətini qorumaq, Allahın hörmətini qorumaq qədər əhəmiyyətli olur. Buna görə Allah təala buyurur ki, müminin qəlbinin sınması, yəni başqaları tərəfindən sındırılması, Kəbə evinin hörmətinin sındırılmasından daha artıqdır mənim üçün onun cəzası, hörmətsizliyi. Çünki mən həmin müminin qəlbində yerləşmişəm. Mənim nurumun orada bir zərrə var. O nuru oradan çıxartmaq, o qəlbi sındırmaq elə mənim Allaha qarşı olan ən böyük hörmətsizlikdir. Buna görə etdiyimiz əməllərimizdə ixlaslı olmalıyıq ki, Həzrət Əlinin təbiri ilə desək, oturdum qəlbimin qapısının ağzında içəri hər gəlib girəni buraxmadım ki, Allahdan başqa heç kim içəri girə bilməz. Çünki bu qəlb yalnız Allaha məxsusdur. İxlas da bizim mənəviyyatımızla bağlı, qəlbimizlə bağlıdır. Bəli. Əgər biz etdiyimiz hər bir əməlləri qurbətən ilallah və ixlasla etsək, bu qurbət və ixlas hər dəfə etdiyimiz əməlləri dilə gətirmək şərt deyil. Bu bir zehniyyətdir, bu bir haldır. Bəli. Mən bu halda olmalıyam. Mömin sözünün mənası ümumiyyətlə bundan ibarətdir. Yəni mömin şərt deyil hər işi üçün desin ki, mən sənə görə xatir bu işi görürəm. Mömin yəni zaten onun ömrü Allaha məxsus olan bir insan. Etdiyi işləri yalnız Allah üçün eləyən bir insan. Əgər insan işlərini Allah üçün eləyərsə, ixlaslı bir formada eləyərsə, həmişə çalışacaq ki, işini ən gözəl formada, ən kamil formada yerinə yetirsin. Çünki Allahın vədəsinə inanır. Allah da buyurur ki, mən qiyamətin günü sizlərin etdiyiniz əməllərin ən gözəlini sizdən qəbul eləyəcəm. Əməllərimizin ən gözəl forması da mənəvi baxımdan ən ixlaslı olanıdır. Buna görə çalışmalıyıq ki, etdiyimiz əməllərimizi ən ali şəkildə yerinə yetirək, yəni ən ixlaslı formada yerinə yetirək. Bəli, sizin o sözünüzə qüvvət olaraq elə Qurani-Kərimdə bir ayə var. Qeyd edir ki, sizin kəsdiyiniz qurbanlar Allaha çatmaz. Sizin təqvanız, sizin ixlasınız, sizin o niyyətlərinizin paşlığı Allaha çatır. Bu mənada əlbəttə ixlas verilişin əvvəlində də qeyd etdik ki, ali məqamlardan, mənzillərdən, böyük dərəcələrdən biridir. Bəlkə də hətta birincisidir. Hətta bir hədis-i qudsuda qeyd olunur ki, Allah qeyd edir ki, ixlas mənim sirlərimdən biridir. Mən onu sevdiyim bəndələrin qəlbində yerləşdirərəm. Əlbəttə, o sevgiyə tuş gəlmək, Allahın sevgisini qazanmaq da yəni, çox böyük məqamlardan biri hesab olunur ki, bu mənada ixlas bəlkə də Allahın sevgisinə aparan yollardan biridir. Allahın sevgisini qazandıran məqamlardan biridir. Həzrət Əleyhisselamdan gözəl bir hədis var. İnsanları, dindarları üç hissəyə bölür. Bunu ixlas mənasında da yozmaq olar, tərif etmək olar. Həzrət Əleyhisselam buyurur ki, insanların bir dəstəsi cəhənnəmin qorxusundan Allaha ibadət eləyirlər. Cəhənnəmin qorxusundan ixlaslı olurlar ki, mənim ibadətim, itaətim Allah dərgahında qəbul olsun, məni cəhənnəmə aparmasın. Bu qorxaqların ibadətidir. Yəni ixlasın aşağı səviyyəsidir. Amma Allah deyir ki, mən bunu qəbul eləyirəm. Nəticədə o da səni gətirib əbədi saadətə qovuşduracaq, mənim dərgahıma qovuşduracaq. Həzrət Əleyhisselam buyurur ki, ikinci bir dəstə insan dindarlar isə cənnətin şövqündən, onu istəməkdən Allaha ibadət eləyirlər. Bu da tacirlərin ibadətidir. Bunu da Allah təala buyurur ki, mən qəbul eləyirəm, eyb eləməz. Mənim cənnətimin eşqindən əgər mənə ibadət eləsən, ixlaslı olsan, bunu da qəbul edirəm. Çünki həmin cənnət də mənimdir. Amma Həzrət Əleyhisselam buyurur ki, bunların hər ikisindən üst bir səviyyə var ki, bu ən ali zirvədir ki, Allahın ibadətə layiq bilib ona ibadət etmək. Ki, mən də həmin bu zümrədən olan insanlardanam. Yəni, bu da ixlasın ən ali zirvəsini göstərir ki, ilahi, sən mənə haqq veribsən, sən məni bəndə olaraq yaradıbsan və sən məndən istəyirsən ki, mən sənin yer üzündə xəlifən olam. Əgər mən yer üzündə sənin xəlifən olmaq istəyirəmsə və sən də bunu istəyibsənsə, demək ki, mən sənə layiqli şəkildə ibadət etməliyəm, layiqli şəkildə xidmət etməliyəm. O layiqli forma hansıdır, nədir? O layiqli formada ixlasdır. İxlasımıza diqqət etməliyik. İstər
işlərimizin, həyatımızın ən zərrəsindən tutmuş, belə deyək, mümkündürsə, məsələn, yolla gedirəm, yolda gördüm bir şüşə qırıntısı düşüb yolun ortasına və ya bir zibil düşüb, bunu götürüb zibil qabına atmağı, yolun qırağına atmağı belə ixlasla eləsəm, Allah mənim o xırda işimə o qədər böyük əcr mükafat verəcək ki, mən qiyamətin gününə baxıb deyəcəm, ilahi, kaş mən bütün əməllərimi bu qədər ixlasla yerinə yetirə biləydim. Bəli. Həzrət Peyğəmbərdən bir hədis var ki, buyurur, əgər siz bəndələrin 2 rəkat namazı Allah dərgahında qəbul olsa ixlasla, siz deyərdiniz ki, artıq mən ibadət etmirəm, cənnət mənə vacib oldu. İndi biz, yəni bu əməlin xırdalığından söhbət getir də, biz 70 il, 80 il yaşayırıq, ibadət edirik, amma bilmirik hansı əməllərimiz, hansı ibadətimiz qəbul olunub Allah dərgahında, ixlas baxımından. Buna görə çalışmalıyıq ki, etdiyimiz əməllərimizi ixlasla yerinə yetirək ki, yalnız Allah üçün olsun. Orada başqa heç bir şey olmasın. Çünki Allahdan başqa heç bir ali varlıq yoxdur ki, bizim istədiklərimizi bizə versin. Bəli. Təşəkkür edirəm Mirzəli bəy. Bir sualda ünvanlamaq istərdim. Vaxtımıza düzdür, az qalıb. Lakanik cavab versəniz çox sevinərdik. İxlaslı olmağın faydaları hansılardır? Ümumiyyətlə bilirsiniz, hər bir əməlin mütləq bir faydası var. Onun müsbət nəticələri insanın özünə toxunur. Həm dünyada, həm də İslam prizmasından baxsaq axirətdə. İxlas bizə bu mənada səmimi olmaq, ixlaslı olmaq hansı faydaları toxundura bilər? İxlas dünya həyatında bizə ilk öncə özümüzə bir mənəvi və ruhi aramlıq nəsib eləyir. Çünki mən kimdənsə asılı deyiləm. Mən özüm üçün yaşayıram, Allah üçün yaşayıram. Və buna görə kimlərinsə mənim etdiyim əməlləri tənqid etməsi, təftiş etməsi və ya tərifləməsi və ya mənim arxamca danışmaları məni narahat eləməyəcək. Çünki mən Allah üçün bu işi görmüşəm və bundan əminəm. İkincisi isə dini aspektdən yanaşsaq, eyni zamanda axirət aspektindən yanaşsaq, Allahın özünü mənə nəsib eləyəcək. Bayaq dediyimiz hədis ki, Allah Taala ixlaslı olan qəlblərdə yerləşər. Əgər mən ixlaslı olsam, Allahın özü, o ali varlıq mənim qəlbimə yerləşəcək. Mən Allahla bir yerdə olacam. Və bu zaman mənim dünya həyatım sözün həqiqi mənasında cənnətə çevriləcək. Yəni bu ayəni deyim inşallah, əgər icazə varsa. Həzrəti Musa əleyhissalam bayaq nümunə dedi. Allah Taala Həzrəti Musanı seçir peyğəmbər və bunu əmr edir ki, get Fironun üzərinə. Həzrəti Musa deyir ki, ilahi, get deyirsən gedərəm. Qəlbində biraz qorxu yaranır ki, mənim əlimdə bir gücüm, qüdrətim yox. Yalnız bir dənə çomağım var, əsan var. Bununla desən get o boyda Fironun qarşısında duracaq, orduları, varı, dövləti. Allah Taala bir dənə ayə deyir. Həzrəti Musa əleyhissalam Allahın bu kəlməsinə inanır və o boyda Fironu devrir yerindən, məhv eləyir. Nil çayından məhv eləyir. Buyurur ki, Allah Taala buyurur ki, İnni ma'akum, innəni ma'akum. Mən sizinlə bir yerdəyəm. Əsma'u və əra. Eşidirəm və görürəm. Allahın bir dənə bu kəlməsinə Həzrəti Musa əleyhissalam inandı. Yəni bildi ki, Allah mənlə birlikdədir və getdi həmin Fironu məhv eləyib və Bəni İsrail qövmünü azad elədi o zülmdən. Əgər biz də ixlaslı olsaq, Allahın bizlə bir yerdə olduğuna əmin olacağıq, Allahın bu sözünə güvənəcəyik və həyatımız sözünə həqiqi mənasında cənnətə çevriləcək. Təşəkkür edirəm Mirzəli bəy. Çox təəssüf ki, vaxtımız sona çatır. Təbii ki, verilişin öz vaxtı var. Çox müzakirələr aparmaq olardı, bir çox məsələləri işıqlandırmaq olardı, amma hesab edirəm mühüm məsələləri tamaşaçıların diqqətinə çatdırdıq. Mən fürsətdən istifadə edib dəvətimizi qəbul etdiyiniz üçün, bizlə maraqlı həmsöhbət olduğunuz üçün sizə təşəkkür edir. Elmi ictimai fəaliyyətlərinizdə sizə uğurlar arzulayıram. Çox sağ olun, mən də minnətdarımızı dəvət etdiyiniz üçün Allah razı olsun. Əziz tamaşaçılar, bununla verilişimiz sona çatır. Növbəti verilişlərdə görüşənədək Allah amanında qalın.